Cavab. Qardaşım, Allaha keyfə, necə sualı vermək məhzurdur. Məhzur bilirsiniz nədir? Olmaz, qadağandır. Allaha keyfə, necədir Allah? Məsələn, burada Allah barədə danışsan, sifətləri, istəva, Allah, uluv, Allahın zatı. Allah barəsində necə sualını vermək, necə olur bu? Budursa bu. Allah barəsində necə sualını vermək məhzurdur. Niyə məhzurdur? Çünki onun misli yoxdur. Oxşarı yoxdur. Qeybdir. Biz görməmişik Allahı. Hətta sən Allaha necə sualını verəsən. Leysə kəmitlihi şey. Leysə kəmitlihi şey haqqında sən necə sual verə bilmərsən. Başa düşürsən qardaşım? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daimu ala a'daihim ecma'in. Deməli biz ötən bəhsimizdə Vəhabinin bir əqidəsini, Vəhabi əqidəsini tənqid etmişdik və əqidələri xülasə olaraq bundan ibarətdir ki, sən Allahın haqqında necədir sualını verə bilməzsən, keyfə sualına necə sualını verə bilməzsən, iman gətirməlisən. Çünki leysə kəmislihi şey, onun tayı bərabəri yoxdur ayəsi bir varlığın haqqında nazil edilibsə, deməli onun tayı bərabəri bənzəri yoxdur və sən onu necədir, niyə belədir, niyə elədir suallarını verə bilməzsən. Və sual verənləri də məsxərə edirlər ki, bunlar əqlanidir, ki, bunlar ağıllıdır. İndi məntiq əhlidir də bu. Aql əhlidir. Aqlanidir. Sual tapıb özündən. Yəni nə deyir, siz ağılsızsınız məgər? Əlbəttə ki, ağıllıyıq. Yəni sən nə fikirləşirsən ki, sən özün haqqında ağıllı fikirləşmirsən, ağıl işlətmirsən. Ağıl sözü niyə siz bu qədər qorxudur? Niyə bu qədər qorxursunuz ağıl məntiq deyiləndə? Və deyirlər ki, şiələr güya laziməyə gedirlər və məxluqun sifətinin laziməsini aid edirlər Allaha. Yəni biz deyəndə ki, siz Vəhabilər deyirsiniz, Allah enəndə həm də göydə qalır, enməyin laziməsi budur ki, artıq yuxarıdan aşağı gəldi. Bunlar deyirlər, yox, bu məxluqda bu cürdür və sən məxluqun laziməsi budur. Misal da vururlar ki, mən yerimdən duranda yerim boş qalır, bu məxluqun sifətinin laziməsidir. Allahın haqqında deyəməzsən ki, Allah göydən enəndə göydə yeri boş qalır. Rafizilərin işgəli hardadır? Problemi hardadır? Harda düşüblər problemə? Cavab. Rafizi. Məxluqatın sifətinin, məxluqun, diqqət qulaqasırsınız, sifətinin lazımını kimə aid edir? Allaha. Bir də deyirəm, məxluqun sifətinin lazımını, lazım nə deməkdir? Nəticəsini Allaha aid edir. Allahı məxluqatına bənzədir. Rahat müqayisə edir. Məxluqatın sifətini Allahın sifəti ilə eyni tutur Rafizi. Niyə? Çünki Rafizi müşəbbihədir, mücəssimədir. Özləri kimi müşəbbihə yoxdur. Qardaş, neyniyib? Deyir ki, məxluqun sifətinin lazımı var yoxsa yox? Var da, mən məsələn burada oturmuşam, düzdür? Buradan düşəndə bura boş qaldı yoxsa yox? Boş qaldı. Məxluqun sifətinin lazımıdır. Məxluqun sifətinin lazımını Allahın sifətinə aid edib. Bu, belədirsə deyir, məxluqda. Allahda da eynidir. Neynədir? Allahı məxluqatına bənzədir, müşəbbihədir. İndi biz İbn Useyminin Vəhabilərin müftisinin bir nəzərinə, kitabına daha doğrusu nəzər salacağıq. Vəhabilərin müftisi Şeyx Hüseymin məlum olduğu kimi böyük müftidir, müxtəlif sahələrdə kitabları var. Hətta Vəhabilərə görə zamanəsinin İbn Teymiyyəsidir. Balaca Vəhabi yəqin ki, hər dəfə çıxışlarında İbn Useymin rahmehullah belə dedi, İbn Useymin rahmehullah bidətdir dedi, misallarını gətirir. Yəqin ki, özünü İbn Useymindən ağıllı hesab etməz. Ona görə İbn Useymin deyir ki, bidətdir bu. Yenilikdir dində. Yəni Şeyx Hüseyn rahimehullah deyir ki, bid'atun. Baxın, Balaca Vəhabinin sözü İbn Useymin sözünün yanında dəyərsiz bir şeydir. Vicdan əhli, insaf əhli, ağıllı insanlar qulaq assınlar, görsünlər ki, bu Balaca Vəhabi İbn Useyminin necə müşəbbihə və mücəssimə çıxardır. Və bu ağıllı çıxıb deyir ki, sual vermək olmaz. Görün İbn Useymin necə sual verir. Məcmu' Fətava kitabına müraciət edirik. Muhammed ibn Salih Əl-Useymin, Vəhabi müftisi Əl-Mücəlledul Xamisu 5-ci cildə müraciət edirik. Darul Vatan Linnəşr tərəfindən çap edilən nüsxə. 5-ci cild səhifə 173 və 174-də. Bir sıra Vəhabilərə olan iradlardan danışır ki, Vəhabilərə bu iradları gətirirlər və güya İbn Useymin öz aləmində cavablandırır. Deyil, Əl-Misalur Rabi'u. 4-cü misalda deyir ki, Qalə əhlü təvil, təvil əhli belə dedi. O kəslər ki, deyirlər əl,
məsələn qüdrət mənasındadır və sair məsələləri ki, təvil edirlər, başqa uyğun məna götürürlər. Onlara təvil əhli deyirlər vəhabilər. Deyir ki, qal əhlu təvil, təvil əhli belə dedi. Entum ya əhlə sünnəti, siz ey əhli sünnə. İbn Hüseymin özünə əhli sünnə deyir də, vəhabilər özlərinə əhli sünnə deyirlər. Əvvəltum qavləhu təala və huve ma'akum eynəmə kuntum. Siz Allahın bu sözünü Ən'am surəsi 61-ci ayədə ki, Allah azza və cəllə buyurur ki, o sizinlədir harda olsanız, deyir bu sözü təvil etmisiniz. Vəhabilərə deyir. Yəni siz ki bizə deyirsiniz təvil olmaz, özünüz təvil etmisiniz. Fəqultum və belə dediniz. Yaxud belə deyirsiniz. Və huve ma'akum bi'ilmihi. O sizinlədir elmi ilə. Allah deyir və huve, o sizinlədir. Vəhabilər də yox, elmi ilə sizinlədir. وهو معكم بعلمه وهذا تأويل فإن الله تعالى يقول وهو معكم والضمير في قوله وهو معكم يعود إلى الله. Deyir ki bu təvildir. Ey vəhabilər siz təvil edirsiniz. Amma Allah nə deyir? Allah deyir ki o sizinlədir. Buradakı damir, yəni və huvə sözü ki var huvə, yaudu ilallah. Allaha qayıdır. Yəni elminə qayıtmır. Demir ki və ilmuhu ma'akum və yaxud və huve ma'akum bi ilmihi. Belə demir ki فأنتم يا أهل السنة أولتم هذا النص وقلتم. Və siz ey sünnilər, yəni vəhabilərə aiddir, bu sözü təvil etdiniz. Bu ayəni təvil etdiniz elm mənasında. İnnehu ma'akum bil ilmi. Siz belə dediniz, Allah sizinlədir elmi ilə. فإذن كيف تنكرون علينا تأويلا. Pəs bizim haqqımızda necə olur ki, təvili münkar görürsüz, inkar edirsiniz? Qulna, İbn Hüseyminin cavabına bax ey balaca vəhabi və çıx cavab ver buna. Gör necə İbn Hüseymini və yaxud özünü rəzil günə qoymusan. Qulna nahnu lam nuawwilil ayətə. Biz deyirik, biz ayəni təvil etməmişik. Bəl innəmə fəssərnəhə bilazimihə və huvəl ilmu. Deyir, əksinə biz bu ayəni təfsir etmişik lazımı ilə, o lazım nədir? İlimdir, elm mənasında götürmüşük. Və zəlikə liənnə qavləhu və huvə ma'akum la yumkinu li ey insanin ya'rifu qadrallahi azza və cəllə 174-cü səhifə və ya'rifu azamətəhu ən yətəbədərə ilə zihnihi ənəhu huvə zətuhu ma'al xalqi fi əmkinətihim. Deyir ki, niyə görə deyir, biz deyirik ki, bunu təvil etməmişik? Ona görə ki, bu ayə ki deyir, o sizinlədir, mümkün deyil ki, heç bir Allahın qədrini, qiymətini bilən insan üçün və onun əzəmətini bilən insan üçün mümkün deyil ki, zehninə bu təbadir olsun, bu gəlsin ki, ənəhu huvə zətuhu ma'al xalqi fi əmkinətihim. Bu gəlsin ki, o zatı ilə insanların məxluqatla birlikdədir, onların məkanlarında. Aha, hardan çıxarmısan buna İbn Hüseymin? Allah deyir bunu, sən hardan özündən uydurursan ki, yox, belə olmaz, insan zehninə belə gələr, belə gəlməz. Sən insan olaraq kimsən ki, Allahın sözünün yanında zehnini qabağa salırsan? Məntiq əhlidir də bu. Aql əhlidir. Aqlanidir. Sonra deyir, فَإِنَّ هَذَا أَمْرٌ مُسْتَحِيل. Bu, qeyri-mümkün bir şeydir. Aha, Allah haqqında qeyri-mümkünə etiqad edirlərmiş. كَيْفَ يَكُونُ اللّٰهُ مَعَكَ فِي الْبَيْتِ. Keyfə, gəl vəhabi, qabağa gəl. Keyfə yəkunullahu ma'aka fil beyt. Necə olur Allah səninlə evdə olur? Qardaşım, Allaha keyfə, necə? Sual vermək məhzurdur. Məhzur bilirsin nədir? Olmaz, qadağandır. İkinci dəfə oxuyuram. Keyfə yəkunullahu ma'aka fil beyti. Allaha keyfə, necədir Allah? Məsələn, burada Allah barədə danışsan, sifətləri, istəva, Allah, uluv, Allahın zatı. Allah barəsində necə sualını vermək, necə olur bu? Budursa bu, budursa bu. Allah barəsində necə sualını vermək məhzurdur. Niyə məhzurdur? Çünki onun misli yoxdur. Oxşarı yoxdur. Qeybdir. Biz görməmişik Allahı. Hətta sən Allaha necə sualını verəsən. Leysə kəmitlihi şey. Leysə kəmitlihi şey haqqında sən necə sual verə bilmərsən. Başa düşürsən qardaşım? Üçüncü dəfə oxuyuram. Keyfə yəkunullahu ma'aka fil beyti. Allah səninlə evdə necə ola bilər? Axı, harda olsaz Allah sizinlədir, mən evdəyəm, deməli Allah da mənim evdə olmalıdır da. İbn Hüseymin deyir ki, necə? Bax, görsən, keyfə sualdır, məhzurdur deyirsən, olmaz, qadağandır. İbn Hüseyminə ağıl öyrədirsən sən, İbn Hüseymindən özünü ağıllı və elmli hesab edirsən. Və ma'al axari fil məscid. Başqa bir insandan olur, necə ola bilər ki, Allah məsciddə olsun? Və ma'al thəlisi fit tariq. Başqası ilə yolda necə ola bilər? Dördüncüsü ilə suda necə ola bilər? Beşincisi ilə havada necə ola bilər? Altıncısı ilə quruda necə ola bilər? Daha doğrusu dördüncü ilə quruda, altıncı Allah insanla necə suda ola bilər?
Çünki insanlar biri dənizdə işləyir, biri sudadır, biri səhradadır. Hardasınızsa Allah sizin nədir? Deməli Allah hər yerdə deyir, olmalıdır. Sonra deyir: "Ləv qulna bihazə fəkəm ilahən yakunu Ləv qulna bihazə lazim an yakuna Allahu imma mutaaddidan aw mutacazzian. Ta'ala Allahu an zalika uluwan kabira." Deyir ki, biz bunu desək, bəs neçə dənə ilah onda olmuş olur? Əgər bunu desək, lazıməsi deyir budur ki, Allah ya çox olmalı, ya da bir neçə hissədən ibarət olmalıdır ki, Allah deyir bundan münazzəhdir. Baxın, Allah enəndə həm də göydə qalır deyəndə demirlər ki, bu ya neçə dənə ilah olur, ya da mutacəzzi, hissəli, neçə hissəli, neçə cüzdən ibarət olur. متعارضان في حق المخلوق العاجز الضعيف فليس كل شيء تعارض في حق المخلوق يكون متعارضا في حق الله عز وجل. Üçüncü görüşdə olan alimlər deyiblər ki, enir və ərşi boş qalmır. Allah subhanahu və teala dünya səmasına enir və ərşi boş qalmır. Bu görüşü əksər əhl-i sünnənin alimləri deyib. Əksər hədis əhli, cümhur alimlər bunu deyiblər. İmam Əhməd ibn Həmbəl, İshaq ibn Rahawiyyə, Həmməd ibn Zeyd, Şeyxülislam ibn Teymiyyə rahimehullah bu görüşü tərcih ediblər. Haqq olan görüş də bu görüşdür. Orada da o cürdə Allah indi həm də qaldı göydə. İki ilahdır, deyirsən yox. İki hissədən ibarətdir, deyirsən yox. İman gətirmə, sual vermə. İman gətir, sual vermə. Necədirsə elə qəbul elə. Leysə kəmislihi şey. Bir dənə şivən qopur, qiyamət qopur elə bilirsən. Burada sağ İbn Hüseymin deyir necə olur? Allah insanlarladır. Neçə dənə Allahdır ki, məgər bu? Və yaxud neçə hissədən ibarətdir. Bax sən deyirsən lazımə getmir. Gör necə lazımaya getdi. İnsanın, məxluqun sifəti lazımı budur ki, insan başqaları ilə olsa, məsələn, əgər desə ki, Allah sizinlədir, yerinə desə ki, ustad sizinlədir, deməli, ustad məxluqdur da, ya insanlar, tələbələr harada olsa, o da onlarla olmalıdır. Ya neçə dənə ustad hesab olunmalıdır burada, ya da bir dənə ustaddan neçə hissədən ibarətdir. Hər hissəsi bir tələbənin yanındadır. Məxluqun laziməsi budur ki, o insanlarla, tələbələrlə olsa, ya mütəəddid olmalıdır, bir neçə hissədən, bir neçə ustad olmalı, ya da mutacəzzi olmalı, bir neçə hissədən ibarət olmalıdır. İbn Hüseymin həm sual verir, bir Vəhabi deyir, olmaz balaca Vəhabi. Həm də nə deyir? Həm də deyir ki, lazımı budur ki, ya hər yerdə olsun, ya da ki, bir neçə hissədən ibarət olsun. Həmçində Şərhül Əqidətül Vasidiyyə kitabına müraciət edirik. Vəhabilərin Şeyxülislam ibn Teymiyyənin kitabı 1-ci cild Davr ibn Cəvzi tərəfindən çap olunan nüsxə səhifə 144-də. Bu da gətirir, deyir ki, əqlən mümkün deyil ki, Allah insanla hər yerdə olsun. Niyə deyir? Əvvələn ona görə, birinci ona görə ki, immə təəddüd əv təcəzzü. Ya təəddüd lazım gəlir, yəni Allah neçədən olmalı, ya da təcəzzü, yəni Allahın neçə hissəsi olmalıdır. Və həzə lazimun batilun bilə şək. Bu batil bil lazımdır. Bu lazımə getdi. İnsanın, məxluqun sifətinin lazımı budur ki, o sizinlədir, harda olsanız belə olsa, ya neçə hissədən ibarətdir, ya da ki, neçə dənə saydadır, tedadı çoxdur, yəni ədədi çoxdur. İndi İbn Hüseymin gəlib məxluqun sifətini, İbn Teymiyyə gəlib məxluqun sifətini nisbət veriblər kimə? Xaliqə. Müşəbbihədir, mücəssimədir. Özləri kimi müşəbbihə yoxdur. Neynədir? Allahı məxluqatına bənzətdir, müşəbbihədir. Bizə çatanda olmaz. Allah göydən endi yerə, biz ağıl işlədəndə deyirlər, ağlını saxla özvə, sən Aristotelin ağlı ilə gedirsən, əqlənisən, nə bilim, ağlıva etimad eləmirsən, nəssa iman gətirməmsən, leysə kəmislihi şey, Allahın haqqında məxluq kimi düşünə bilməzsən, olmaz və sair, qiyamət qopurda konkret, aləm dağılır. Amma özlərinə növbə çatanda deyir ki, necə ola bilər? Allah, siz hardasınızsa Allah da oradadır. Neçə dənə Allahdır ki bu? Neçə hissədən ibarətdir ki bu? Deməli, indi sən ey Vəhabi, nə düşürsən, hə? Sən ya çıxıb bunları müşəbbihə hesab eləməlisən və bunlara ağıl öyrətməlisən ki, olmaz belə. Biz burada şiyələrə, əşarilərə deyirik ki, Allah haqqında danışmaq olmaz. Siz kitablarınıza yazıb bizi biabır eləmişsiniz. Yəni özlərini Vəhabilər biabır edirlər. Öz kitablarından xəbərləri yoxdur. Ya da onları düz hesab edirsənsə, bizi də düz hesab etməlisən. Bax, bu da Quran ayəsi. Özünüz niyə bunu elm mənasında götürmüsünüz? Allah deyir ki, siz hardasınızsa sizinləyəm. Sən iman gətir, leysə kəmislihi şey ayəsinə iman gətir, demə necədir? Dinə biz bilmir necəliyini. Öz şəninə layiq şəkildədir. Sərf eləyəndə nə deyirlər? Baldırı var şəninə layiq şəkildə, əli var şəninə layiq şəkildə. Dinə burada da öz şəninə layiq şəkildədir. Zehnüvə insan məxluq gəlməsin, müqayisə eləmə məxluqla. Məxluq hamısı ilə olsa neçə dənə olur, neçə hissədən ibarət olur. Bunu gətirmə zehnüvə. İman gətir və salam, daha danışma bu barədə. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin. Dinlədim bunu, biraz kişi olmaq lazımdır, düzdür? Yəni insan gəlir kişilik eləsin, insaf əhli olsun, ədalətli olsun. Buraxıram sənin öhdəvə. Buraxıram bu dərsi sənin öhdəvə. İndi cavab ver.